Bugünkü dərsimiz olur bizim feili birləşmə. Feili birləşmələr deyirik ki, əsas tərəfi təsriflənməyən feillərlə ifadə olunan söz birləşmələri feili birləşmələr adlanır. Bunlar tərkiblər üzərində qurulur. Birinci danışaq məstər tərkibindən. Məstər tərkibi. Məstər tərkibi nədir? Maqmək şəkilçili hər hansı bir məstərdə olan feilin deməli, özündən əvvəlki sözləri ətrafına toplayaraq tərkib əmələ gətirməsindən danışırıq biz. Məsəl üçün, deyirəm ki, qətiyyətlə çalışmaq. Burada da deyirəm, lazımdır. Lazımdır. Nə lazımdır? Qətiyyətlə çalışmaq. Fikrin, ikisi bir yerdə bir cümlə oldu. Deməli, burada qətiyyətlə bir leksik mənalı sözdür, çalışmaq iki leksik mənalı sözdür. Mümkün iki leksik mənalı söz birləşib, deməli, bizim artıq söz birləşməmiz var. Hansı söz birləşməsi olduğunda nəydən bilirik? Burada maqmək şəkilçisi var, məstərdir, özündən əvvəl gələn bu sözü tərkibinə qatıb və olub sadə söz birləşməsi. Yəni, məstər tərkibi bu formada formalaşır. Və yaxud da ki, biz deyə bilərik, diqqətlə qulaq asmaq. Qulaq asmaq. Bu, necə söz birləşməsi olacaq? Sadə söz birləşməsi. Niyə uşaqlar? Çünki diqqətlə burada bir dənədir. Qulaq asmaqda ikincidir. Yadınızda saxlayın. Bir, bu da iki. İkisi bir yerdə olacaq. Cəmi iki dənə leksik mənalı söz və olacaq sadə məstər tərkibi. Böyükləri dinləmək. Bu da olacaq nə? Sadə məstər tərkibi. Və yaxud da ki, dərsləri hər gün maraqla oxumaq. Fikir verin, dərsləri 1, hər gün 2, maraqla 3, oxumaq 4. 4 mümkün leksik mənalı söz var burada. Deməli, artıq bu olacaq mürəkkəb feili birləşmə. Cümlə daxilində də bunları verəcəm. Kitabdakıları incəliyinə qədər mənimsəmək vacibdir. Deməli, vacibdir. Nə? Kitabdakıları incəliyinə qədər mənimsəmək. Burada 1, 2, 3 leksik mənalı söz var. Mürəkkəb məstər tərkibidir bu. Bax, çünki maqməqə aid deyirəm. Mürəkkəb məstər tərkibidir. Deməli, soyuqda paltar yumaqdan deyək ki, əlləri qabar idi. Necə idi? Qabar idi. Nə əlləri? Nəyə görə? Hansı səbəbdən? Niyə? Soyuqda paltar yumaqdan. Səbəb zərfliyinin ifadə vasitəsi oldu. Fikir verirsiniz, soyuqda 1, paltar 2, yumaqdan 3. Görürsünüz, maqməq var burada. Məstər tərkibidir, mürəkkəb söz birləşməsidir. Cümlənin səbəb zərfliyi vəzifəsində çıxış edib. Bu formada bir şeylər. Bir də xəbər kimi də ola bilər. Deyə bilərik ki, niyyətimiz hər kəsə faydalı olmaqdır. Nədir?
hər kəsə faydalı olmalıdır. Nə? Niyyətimiz. Görürsünüz, mübtəda birbaşa xəbərlə əlaqəyə girib, ona görə bu tərkibə daxil deyil. Hər kəs bir sözdür, faydalı olmaq da ikinci sözdür. Sadə məsdər tərkibidir. Əgər aydın olmadısa belə deyim, hər kəs əvəzli idi, qeyri-müəyyən əvəzli, faydalı olmaq isə mürəkkəb feildir. Olmaq, etmək, eləmək, bilmək, qılmaq. Elə bundan danışmışkən, gəlin ayrıca biz, məsdər tərkibi yəni bundan ibarətdir. Ayrıca biz danışaq, etmək, olmaq, bilmək və eləmək də var burada. İndi qılmağı da yaza bilərik bura. Fikir verirsiniz nəyə? Bunlar əgər mürəkkəb feili formalaşdırılıbsa, bu tərkib deyil. Yəni mən bura yazıram ki, məsəl üçün adam olmaq. Uşaqlıq etmək. Nə bilim, deyirəm ki, bura yaza bilmək. Yaza bilmək. Yardım eləmək. Bunlar məsdərdə olan feillərdir, mürəkkəb feillərdir. Bunlar söz birləşməsi deyil. Çünki bunun ikisi bir yerdə adam olmaq, ikisi bir yerdə bir leksik vahiddir. Bir leksik vahid. Bizə lazımdır ki, minimum 2 leksik vahid olsun orada. Ona görə əgər mən yazsam ki, deyək ki, adam olmaq, cəmiyyətə faydalı insan olmaq borcumuzdur. Nədir? Borcumuzdur. Nə? Cəmiyyətə faydalı insan olmaq. Cəmiyyət 1, faydalı 2, insan olmaqda mürəkkəb feili idi 3. Mürəkkəb məsdər tərkibi olacaq bu. Yadınızda saxlayın. Yaza bilmək. Dərslərini yaza bilmək üçün ona müraciət etdi. Nə etdi? Müraciət etdi. Kimə? Ona. Nə məqsədlə? Dərslərini yaza bilmək üçün. Magmək plus üçün olacaq məqsəd zərfliyinin ifadə vasitəsi. Dərslərini 1, yaza bilmək 2, üçün də bilir ki, qoşmadır və bu tərkibdə iştirak eləmir. Ona görə dərslərini yaza bilmək sadə məsdər tərkibi olacaq. Yəqin ki, bura qədər hər şey sizə aydındır. Və məsdər tərkibi haqqında sonuncu bir nüansı da nəzərinizə çatdırım. Əgər mən desəm ki, burada maraqla danışmaq və yaxud da ki, danışmağı məni heyran etdi. Nə etdi? Heyran etdi. Kimi? Məni. Nə? Maraqla danışmağı. Bu məsdər tərkibidir. Yəni, burada mənsubiyyət şəkilçisinin olmağına baxmayaraq, bu yenə də məsdər tərkibidir. Lakin, bu formada bir şey verilsə və özündən əvvəldə də yiyəlikallı söz verilsə, məsəl üçün, onun eyni cümləni yazacağım ki, onun maraqla danışmağı məni heyran etdi. Nə etdi? Heyran etdi. Kimi məni? Nə? Onun maraqla danışmağı. Bu artıq üçüncü növ təyini söz birləşməsidir. Çünki burada ismin xüsusiyyətini daşıyıb, mənsubiyyəti qəbul edib, özündən əvvəl yiyəlikallı söz də gəlib. Bunu mütləq yadınızda saxlayın. Əgər magmək şəkilçili birləşmə məsdər tərkibində əsas tərəf, yəni ikinci tərəf, yəni tabi edən tərəf, məsdər mənsubiyyəti qəbul edibsə və özündən əvvəl yiyəlikallı söz gəlibsə onunla əlaqələnən, bu artıq üçüncü növ təyini söz birləşməsi olacaq. Bu oldu bizim məsdər tərkibi haqqında bilməli olduqlarımız. Və yadınızda saxlayın ki, məsdər, feili, sifət, feili bağlama tərkibə əmələ gətirdikdə özündən sonraki sözləri heç vaxt tərkibə qata bilmir müstəqil şəkildə. Özündən əvvəlki sözləri tərkibinə qatır. O sözlər ki, o sözlər mübtədi ilə, xəbərlə əlaqəyə girməsin. Keçirik növbətiyə. Deməli,
fe'li sifət tərkibi. Fe'li sifət tərkibini bilmək üçün biz nəyi bilməliyik? Fe'li sifətin şəkilçilərin əzbər bilməliyik. Anən, dığı, diği, duğu, düğü. Acaq, əcək. Mış, miş, muş, müş. Malı, məli. Ası, əsi. Mümkün 6 şəkilçisini biz əzbər bilməliyik. Eyni ilə fe'li sifət tərkibini formalaşdırmaq istəyiriksə, fe'li sifətdə olan bir söz oxuyan məsəl üçün. Oxuyan. Özündən əvvəlki sözü tərkibinə qatmalıdır. Dərs oxuyan uşaq. Kim? Uşaq. Hansı uşaq? Dərs oxuyan. Burada nə var? Fe'li sifət tərkibi, yəni dərs oxuyana aid olduğuna görə bu fe'li sifət tərkibini formalaşdırıb. Dünən hazırladığım yemək. Nə yemək? Hansı yemək? Dünən hazırladığım. Bu olacaq nə? Fe'li sifət tərkibi. Bunu biz mürəkkəb formasında da, mürəkkəb fe'li sifət tərkibi formasında da verə bilərik. Necə verəcəyik? Deyək ki, həmişə dostum üçün hazırlanan süfrə. Nə? Süfrə, hansı süfrə? Həmişə dostum üçün hazırlanan. Fikir verin, anən şəkilli söz 1, 2 və 3 dənə mümkün leksik mənalı söz birləşib və mürəkkəb fe'li sifət tərkibini formalaşdırıb. Və yaxud da ki, sabah səninlə deyək ki, danışacağımız və yaxud da ki, danışacağım məsələ. Nə məsələ? Hansı məsələ? Sabah səninlə danışacağım. Siz burada 1, 2, 3 dənə söz var və bu nəyi birləşdirir? Formalaşdırır. Mürəkkəb fe'li sifət tərkibini formalaşdırır. Fe'li sifət cümlədə əsasən təyin rolunda çıxış edir. İndi bir fe'li sifət tərkibi verəcəm. Fe'li sifətdən eyni cürdür. Fe'li sifət tərkibi verəcəm. Deməli, deyirik ki, ən qısa zamanda yazılası məqalədir. Nədir? Məqalədir. Necə? Nə cür? Hansı məqalədir? Ən qısa zamanda yazılası. Burada ən artıq olacaq ədad, ona görə tərkib daxilində olmur. Bu oldu bizim fe'li sifət tərkibi. Bir-iki nümunə də verəcəm. Mışla bağlı. Dünyada ən çox oxunmuş kitab budur. Nədir budur? Nə kitab? Hansı kitab? Dünyada ən çox oxunmuş. Görürsünüz, fe'li sifət tərkibi. Biraz da fərqli bir şey verəcəm ki, onu sizə göstərim. Bunları yazdıqdan sonra getdi. Nə etdi? Getdi. Nə vaxt, nə zaman, haçan? Bunları yazdıqdan sonra. Fikir verin, burada nə vaxt, nə zaman, haçan sualına cavab verdi. Bunları bir, yazdıqdan 2. Sonraya heç nə yazmıram, çünki qoşmadır. Deməli, burada dıq şəkilçisi var, fe'li sifət, üstə gəlinsin, dan çıxışlı qal, üstə gəlinsin, qoşma. Biz də bilirik ki, sonra qoşmalarla işlənir. Fe'li sifət də qoşma ilə işləndiyinə görə, fe'li sifət tərkibində qoşma ilə işlənməyində hər hansı bir problem olmayacaq. Və bu, zərflik vəzifəsini yerinə yetirən sadə fe'li sifət tərkibidir. Anla da belə bir şey verə bilərik. Deyək ki, mahnı oxuyandan
Sonra görüşdük. Nə etdik? Görüşdük. Nə vaxt, nə zaman açan? Mahnı oxuyandan sonra. An fe'li sifət, dan çıxışlı qal, sonra isə buna birləşən qoşma mahnı da buna bitişik olduğuna görə, yəni tərkibinə daxil olduğuna görə mahnı oxuyandan sonra olacaq sadə fe'li sifət tərkibi. Fe'li sifət tərkiblərini görmək lazımdır. Bir dənə nümunə verərəm. O oxuyan, o həmişə məsuliyyətlə davrananlardandır. Və yaxud da ki, davranandır. Kim o? Deməli, kimdir? Həmişə məsuliyyətlə davranandır. Kim o? Bu formada bir şey. Və yaxud da necədir, nə cürdür? Həmişə məsuliyyətlə davranandır. Kim o? Hə. Necədir, nə cürdür? Həmişə məsuliyyətlə davranandır. Kim o? Fe'li sifət burada tərkibi, mürəkkəb özdə fe'li sifət tərkibi xəbər vəzifəsində çıxış eləmiş oldu. Yenə də eyni şeylərə fikir verəcəyik fe'li sifət tərkibində də. Nədir o eyni şeylər? Etmək, eləmək, bilmək, qılmaq, olmaq. Bu feillərə fikir vermək lazımdır ki, biz belə deyək, mürəkkəb feillə tərkibi bir-birindən fərqləndirməyi bacaraq. Məsəl üçün, əgər bizə yazılıbsa bura, məsəl üçün, deyək ki, hörmət edən, məsəl üçün, hörmət görər. Baxa, burada kim, hörmət edən. Burada fe'li sifət var. Bəs tərkib varmı? Xeyr. Burada tərkib yoxdur. Niyə? Çünki hörmət etmək mürəkkəb feildir. Bu bir dənə sözdür. Amma yazsam ki, hər kəsə hörmət edən, məsəl üçün, bəyənilir. Bəyənilir kim? Hər kəsə hörmət edən. Burada tərkib varmı? Bəli. Bu bir sözdür. Bu iki sözdür. Hörmət etmək və hər kəs əvəzlidir, qeyri-müəyyən əvəzlik. Hörmət etmək isə fe'li sifətdir. Hörmət etmək mürəkkəb feildir. İkisi bərabər tərkib əmələ gətirirlər. Bu olur sadə fe'li sifət tərkibi. Bilmək. Məsəl üçün deyirəm ki, oxuya bilmək. Ona çox gözəl şəkildə və çox gözəl oxuya biləcəyi əsəri verin. Deyin, verin. Nəyi əsəri? Kimə? Ona. Bax, görürsünüz, onanı ayrı götürdüm. Çünki ona verindir bu. Ona verin. Nəyi? Çox gözəl oxuya biləcəyi əsəri verin. Burada nə var? Oxuya bilmək olacaq bizim üçün fe'li, mürəkkəb feil. Bir də gözəl də burada olacaq zərf. Gözəl oxumaq. Bu da olacaq zərf. İkisi bir yerdə olacaq sadə fe'li sifət tərkibi. Niyə görə bəs bunu mən müstəqil şəkildə verdim? Bunlara tərkibinə qatmadım. Çünki, təkrar edirəm, ona verinlə, xəbərlə əlaqəyə girir. Bu da olacaq bizim fe'li sifət haqqında bilməli olduqlarımız. Deməli, sonra gəlir bizim üçün fe'li bağlama tərkibi. Fe'li bağlama tərkibi. Biz nəyi bilməliyik? Fe'li bağlamanın şəkilçilərini bilməliyik. Ib üstü 4, araq, ərək, madan, mədən, anda, əndə, aa, armaz, ərməz, ınca, incə, unca, öncə, dıqda, diqdə, dıqda, diqdə, dıqca, diqcə, duqca, düqcə, mış, miş, muş, muş. Arağı yazmışıq həfçə. Əsasən bunlar üzərində dayanaq. Fe'li bağlama şəkilçiləri.
feili bağlama şəkilçiləri yenə də özündən əvvəlki sözləri ətrafına qatır və cümlədə əsasən zərflik olur. Zərflik olur. Özü isə zərfin sualına cavab verir. Söhbət müstəqil şəkildə işlənməyindən gedir. Məsəl üçün, hər kəs çox oxuyub alim olmur. Nə etmir? Alim olmur. Kim? Hər kəs. Bax, görürsünüz, bunu ayrıca götürdüm. Çünki bu birbaşa xəbərlə əlaqəlidir. Necə, nə cür, nə tərzdə çox oxuyub, çox oxuyaraq. Bu nədir? Oxuyub burada feili bağlamanın şəkilçisidir. Çox burada zərfdir. İkisi bir yerdə olacaq. Sadə feili bağlama tərkibi. Və yaxud da ki, deyə bilərik ki, atları tövləyə bağlamadan gəlmə. Nə etmə, gəlmə. Necə, nə cür, nə tərzdə? Atları tövləyə bağlamadan. Və yaxud da ki, bu məlumatı ona çatdıranda de. Nə etdi? Nə vaxt, nə zaman açan bu məlumatı ona çatdıranda. Bunlar görürsünüz feili bağlama anda-əndə. Feili bağlama tərkibidir. Bunlar hamısı. Məsəl üçün, biz bir yerdə yol getdikcə dostlaşırdıq. Nə edirdik? Dostlaşırdıq. Kim? Biz. Nə vaxt, nə zaman açan? Bir yerdə yol getdikcə. Bu formalı bir şeylər. Bir yerdə yol getmək, görürsünüz, hamısı bir yerdə mürəkkəb feili bağlama tərkibini formalaşdırır. Və yaxud da ki, dərsdən 10 dəqiqə keçmiş, gəldi. Nə etdi? Gəldi. Nə vaxt, nə zaman açan? Dərsdən 10 dəqiqə keçmiş. Yəni, burada artıq nə vaxt, nə zaman açan sualına cavab verir, feili bağlama tərkibi işlənir. Yenə eyni strukturdan ehtiyat edəcəyik. Etmək, eləmək, olmaq və bilmək. Niyə? Əgər bizə belə bir şey verilsə, məsəl üçün, müəllim olanda deyək ki, mənə demədi. Demədi. Nə etdi? Demədi. Kimə? Mənə. Nə vaxt, nə zaman açan? Müəllim olanda. Burada tərkib varmı? Xeyr. Bu cümlədə tərkib yoxdur. Çünki müəllim olmaq mürəkkəb feildir. Feili bağlama tərkibi deyil. Amma biz desək ki, öz başına müəllim olanda saldıram demədi. Nə etdi? Demədi. Nə vaxt, nə zaman açan? Öz başına müəllim olanda. Burada öz başına 1, müəllim olanda 2. Nə olacaq? Artıq bu olacaq sadə feili bağlama tərkibi. Yadınızda saxlayın. Və yaşaya biləndə günümüz xoş olacaq. Xoş olacaq. Nə vaxt, nə zaman açan? Yaşaya biləndə. İndi burada mürəkkəb feil varmı? Var. Feili bağlama tərkibi varmı? Xeyr, yoxdur. Niyə? Çünki yaşaya biləndə mürəkkəb feildir və feili bağlama şəkilçisini qəbul edib. Amma mən yazsam ki, sonuncunu buraya yazıram. Hər kəsdən yaxşı yaşaya biləndə deməli, xoş olur. Qısaldıram. Xoş olur. Nə vaxt, nə zaman açan? Hər kəsdən yaxşı yaşaya biləndə. Bu da olacaq feili bağlama tərkibi. Görürsünüz, hamısı bir yerdə suala cavab verdi. Deməli, nəyi biz bilməliyik? Sonuncu olaraq bunları da yazıram.
Məstər tərkibi. Getdi cümləyə. Nə olacaq? Mürəkkəb. Nə olursa mürəkkəb olur. Mürəkkəb mübtəda. Mürəkkəb tamamlıq. Mürəkkəb xəbər və bəzən də mürəkkəb zərflik. İkinci, feili sifət. Getdi cümləyə. Yenə də feili sifət tərkibi daha doğrusu. Feili sifət tərkibi lazımdır bizə. Feili sifət tərkibi. Getdi cümləyə. Mürəkkəb olacaq. Mürəkkəb nə olacaq? Feili sifət olursa ən birinci, ən çox təyin olur. Sonra mürəkkəb mübtəda da ola bilər. Tamamlıq da ola bilər. Demək olar ki, xəbər də ola bilər və zərflik. Sonra deməli olacaq feili bağlama. Feili bağlama tərkibi. Feili bağlama tərkibi getdi cümləyə. Söhbət müstəqil şəkildən gedir. Müstəqil şəkildə cümlənin zərfliyi. Cümlənin zərfliyi olur. Yadınızda saxlayın. Bir mənalı şəkildə. Bu da oldu bizim feili birləşmələr haqqında bilməli olduqlarımız. Sizə cümlədə ya məstər tərkibi, ya feili sifət tərkibi, ya feili bağlama tərkibi, ya da feili birləşmə deyəcəklər. Birləşmə. Bunu mütləq yadınızda saxlayın. Və son olaraq nəzərinizdə qalsın ki, əgər mən bura yazsam, onun deyək ki, oxuyacağı. Bir də onun oxuduğu. Bax, bu acaq əcəklə olan və dığı ilə olanlar özündən əvvəl yiyəli kallı söz gəlsə belə, bunlar yenə də feili birləşmə olacaqlar. Amma yazsam, məsəl üçün, deyək ki, məktəbin oxuyanları. Fikir versiniz, anın feili sifətdir, amma burada yiyəlik var, burada mənsubiyyət var. Bu olacaq üçüncü növ təyinli söz birləşməsi. Və yaxud da ki, deyə bilsəm, bizim qazanmağımız bu da olacaq üçüncü növ təyinli söz birləşməsi. Yiyəli kal gəldiyinə görə. Mənsubiyyət yiyəli. Amma bu iki struktur, dığı və acaq-acaq istənilən halda feili birləşməni formalaşdırır. Bunu mütləq şəkildə nəzərinizdə saxlayın. Və feili bağlama heç vaxt ismi birləşmənin, belə deyək də, əsas tərəfində işlənə bilməz. Mümkün deyil və cümlə üzvü olaraq ancaq zərfli olur. Heç vaxt xəbər vəzifəsində çıxış eləmək. Məsdər tərkibi, feili sifət tərkibi, dırdır şəkilçisini qəbul edərək xəbər olur. Xəbər olanda isə bunlar ismi xəbər olurlar. Yadınızda qalsın, ismi xəbər olurlar. Amma feili bağlama heç bir halda xəbər vəzifəsində çıxış eləyə bilməz.